Babək rayonunda üzümçülük kənd təsərrüfatının ənənəvi mühüm sahələrindən biridir. Hazırda rayon üzrə ümumilikdə 388 hektar üzüm bağı mövcuddur. Mövsüm ərzində bağlarda aqrotexniki qulluq tədbirləri vaxtında həyata keçirilib, suvarma və digər qulluq işləri görülüb. Fermerlər bağlarda məhsuldarlığın artırılması məqsədi ilə üzüm plantasiyalarına müntəzəm nəzarət edir və lazımi aqrotexniki tədbirləri davam etdirirlər. Hazırda üzüm salxımlarının yetişməsi prosesi davam edir. Mövcud vəziyyət göstərir ki, bu il rayonumuzda bol və keyfiyyətli məhsul gözlənilir. Babək rayon Qabab kəndi qədim üzümçülük ənənələrini bugünədək qoruyub saxlaya bilən yaşayış məntəqələrindən biridir və ümumilikdə bu kənddə 5 hektardan artıq ərazidə həm çöl sahəsində, həm də həyətyanı sahələrdə üzüm bağları var. Təsərrüfatında çəkiliş apardığımız Qabab kənd sakini Fərzalı Əliyev bu işlə uzun illərdir məşğuldur. Onun bağında 20-dən çox üzüm növü var. 35 il olar ki, mən bu bağı salmışam. Burada hardasa 20-dən çox növ var. Bax, məsələn, Ağaldərə var, xəlli üzümü var, kürdəki var, qırmızı kişmişi var, qara kişmişi var. Ondan sonra bolqa sortları var, yaxşı üzümlərdir. Bağa baxarsan bağ olar, baxmarsan dağ olar. El məsələni dilə gətirən müsahibimiz üzüm bağlarından bol məhsul almaq üçün düzgün qulluğun vacibliyini də qeyd edir. Bunun kəsimi var, vaxtında aparasan. Kəsimdən sonra onun texniki becərmələri var ki, məsələn, deyək bunu zaman vaxtında qazdırmalısan, qazdırandan sonra bunların alt hissələrinə, kolların altına kükürt dərmanı səpirsən ki, bunlar yağış dövründə ki, bürkəm ələ gəlib çol xəstəliyinə tutulmasın. Və ondan sonra bəzi dərmanlar var ki, bu müvafiq dərmanları bunlar səpirik və çiçəkdən sonra, ümumiyyətcə çiçəkdən sonra bunlara mütləq tilt dərmanı səpilməlidir. Tilt, mənim bildiyimə görə tilt dərmanı ən gözəl dərmandır və tilti səpəndən sonra demək olar ki, mən bağda xəstəliyi demək olar ki, 80%, 90% qarşısını alır. Xosrov İbrahimov, Tərlan İbrahimova, Azər Həsənov, NTV Xəbər.